Ayşmə. Köküş böləyi keçirdik sağa, nə olar? Bax, deməli, 51. Argument köçürəm. Bərabərdir. Bu sağa keçirdisə işarəsi nə olur? Mənfi. 40'larda, yəni kotangesdən kosinusda pi sağ olur, düzdür mü? Yazıram, pi sağ, qabaqda da əzbərlik bir şeyimiz yox idi da. Sinusda mənfi bir üstü k var idi, kosinusda plus minus var idi, tanges kotangesdə heç nə yox. Burada nə yazıram onda? Mənfi deyə pi sağ yazdım, köküş bölüçünə dalır. Pi bölü 3'də 60 dərəcəyə. 60'da pi bölü 3 üstəcək, pi k. Əla. Sonra ikisi tapdıq burada. Pi bölü 3'də keçirdik. Deməli, bunu keçirdim yolun boyuzuna. Pi bölü 3, pi bölü 3. Sağ 3'də 2 oldu. 3'də 3'dən də 3'də 2'ni çıxdı. 3'də 1 qaldı. Üstə gələk. Cavab. Burada mı? Qutar. Sualı olan başa düşməyən var əli biri. Niyə yazmısan? Tez edin biraz. 56 ecək. Mətanətə yazırıq. Qulaq asa. İndi ad dəyişib dəyişməmədən gedir Teymur söhbət. Pi-dən adı dəyişər, dəyişməz. Qulaq asa. Pi-də adı dəyişmir. Mənfi edəcək, mənfi. Deməli, sinus qalır. 180 üstə gəlməsə neçənci rübdür? 3-cü rübdür, işarəyə amil. 3'də mənfi. Mənfi deyə qabağa mənfi yazdım. Burada x bərabər. Pi bölüş nə idi? Kənan. 60'da kosinus nədir? 60'da kosinus 2'də 1. O mənfi tullasaq yolun boyuzuna. Olar mı? Əla. Sinus mənfi qabaq. Sonra deyirik, x bərabərdir. X bərabərdir. Sinus 2'də 1'i nə daldı? Sinus 2'də 1'i. Və qarşıda nə yazırdıq sinusda? Əla. Mənfi olduğuna görə o mənfini də qabağa tulladı. Pi bölü 6'da da alfa 2'də 1. Sinus. Amin. Mənfini qabağa tulladı. Tangens mənfini qabağa tulladı. Artlarda, 40'larda kosinusdan kotangensdə nə oldu? Pi sağ. Düzdür mü? Yunis qulasa. Üstə gələn nəyimiz var? Yine bunu yadınızda saxlayın. Bax, bloka düşübdür bu dəfə. Bax, bu mənfidən burada Yunis K dənə var. Bir dənə üstə gələni neçdən alır? Mənfi üstü. İşarə doldur, kimi qalır? Qalanda yəni pi bölü 6 qalır. K qalır. Düzdür mü? Nə bəndi? Sıvən. Yadda qaldı. Teymur başa düşmədi. Hüseyin yazırıq. Yazaq. Sonra dil örgüsünə 61. Lütfen sıra verəm. Pi bölü 4 nədir? 45'də sinus nə eləyir? Kök 2 bölü 2. Kvadratı nə eləyir? 4'də 2, 2'də 1. Yaxşı, kosinusda elə deyil mi? 45'də kök 2 bölü 2. Kvadratı 4'də 1, o da ixtisar gedir 2'də 1. Yaxşı. Neysən, ixtisar eləyim geçsin da. Elə də gitsin olmur da. Bax, bax. Bunun cavabı oldu deyəsiz nə? Kök 2 bölü 2, kvadrata üstəldik 4'də 2, ixtisar getdi 2'də 1. Bunun cavabı yenə kök 2 bölü 2, kvadrata üstəldik 4'də 2, ixtisar getdi. Ondan bunlar gedərmi? Nə qalıbdır? Sinus 3x bərabərdir nə? Kök 3 bölü 2'yə. Yaxşı. İndi ertəni həll elə. Yazaram, argument bərabərdir. Argument nədir? Əzbər nəyimiz var burada? Bu nə dalır? Pi bölü üstəcək. Məndən x-i soruşur, 3x-i soruşmur. X-i soruşduğuna görə hər tərəfi 3'ə bölülük. Nə olar sana? Bir görə pi bölü üstə gələk pi k bölü 3 qutardı. Nə bəndi? De? Oxşuyur mu? Sualı olan başa düşməyən var 61'i. Teymur yaz. Mən
dedim uşaqlar yerə düşüb dedi çıxartdım. Atız aşağı elə. Bax, bunu sağa keçirsək üstəcəlik olar mı? Ha. Kosinus kvadratından sinüs kvadratının cəmi də nədir? Nə bax? Argumentlər bərabər olan. Argumentlər bərabərdirmi dərəcələri? Düzdürmü? Deməli, sinüs kvadrat üstəcəl kosinus kvadrat bərabərdir 1-ə. Nə yazıram onda deyin görəyəm? Bərabərdir. 1 çıxar. Çıxanda nə qalır? X bərabərdir. Qarşıdan olmalıdır. Qarşıda. Kosinus 2-də 1 nə qalır? Üstəcələr. Yaxşı. Qutar. Nə bənd oldu? B. E. Qutar. Sürətli olan. Çıxan yazaq. Bunun sonrakini işlə var. Sistemi var. Aç qadan. Açan işlə görəm. Göstər telefona. 71'e getdik. Yine incə yazdıq elə 71'i. 71 incə yazdık. Yaxşı qoy yazıq. Argumenti nədir deyin görüm. Bərabər. Köküsü nədə alır? Pi bölü 6. Üstəgəl nə? İncə nə yazmışdıq? Pilər gedər. Hamısında vurmuşduq nəyə? Nə qalmışdır? K'nın yerine nə yazmışdıq? Bir dəfə də başqa nəsə yaza bilirdik. K'ya 0 yazsam yüksək qiymətini alır. K'ya 1 yazsaq x'in qiymətini alır. Deməli, K'ya 1 yazsam 2 tam 3'də 1. Yine ona bak. Mənfi 1 yazsam bu araya daxil olmayacaq. Mənfi eləyəcək. 2 yazsam 4 tam nə qədərsə eləyəcək, bu araya daxil olmayacaq. Deməli, bundan bir dənə balaca, bundan bir dənə, bura nə yazmalıydı? Hə, bundan bir dənə yekə qoydum, ödəmədim. Ödəyən neçə oldu? 2 dənə. Ona görə deyirik ki, həmin neçə kökü var? 2 kökü var. Tez kökünü cəld olaq. Cəld olaq. Birisi yaxşı. Bizim atan iş gəlir. Ciş görəm. 76. Xulaq. Yaxşı. Çıxarıq. Qulaq asaq bir dənə yazaq. Kömək edin 76'ya. Çox qəşəng. Bu fərqli sualdır. Argument bu dəfə fərqlidir. Fikir verin. Nə yazım Teymur? Argument nədir Teymur? Argument bir kosinus. Bax yazıram. 76. Argument köçürəm. Bunun hamısı bir yerdə argumentdir. İndi xüsusi aldır. Sinüs 0'ı nədə alır? Sinüs 0'ı pi bölü 2 üstəcək. Əla. Qulaq as. Sonra hamısını böldüm nəyə? Pi'yə. Qalxdı kosinus x bərabərdir nəyə? 2'də 1 üstəcək. K. 2'də 1 oradan aldıq. Hə, 0'a görə. Hə, düz cavab demədiniz. Yaxşı olar. Buranı düz demədiniz. Kosinus 0'ı nədə alır? Sinüs 0'ı nədə alır? Sinüs 0'ı nədə alır? Kadar. Hər tərəfdə pi'yə böləndə kalır. İndi. K nə tər ədədiyini deyirsiniz? Tam ədədir. Daha düzdəmə? K zeta daxildir. Yaxşı. Onda tam ədədlərdən kosinus hansını almağı bacarır ki? 0, mənfi 1, bir də 1, düzdəmə? Bunun hamısının birdən cavablarını yazacaq. Fərqli sual deyil qızlar. Qulaq asın bir dənə. Bax, sonra
görüşdürəcəyik. Başa düşmədin? Bax, bunun cavabı nədir deyin görüm? Ayızma. Ne yazıram deyin görüm? Pis bölən. Yaxşı. Sonra burada yazıram. X bərabərdir. 0 nə dağılır? Üstəgən. X nə dağılır? 1 nə dağılır? 1'i. Şimdi bunları hamısının birdən görüşməsindən danışmaq lazımdır. Bax, elə bir cavab yazmalıyam ki, həmin cavabın içində bunların hamısını tapa bilim. Bax, tələsmə. Burada pi bölü 2 var, bir də istəyəcək pi k var. Məsələn, k-nı yeni 1 yazsam, 3 dənə pi bölü 2 eləmiş olur mu? 3 dənə pi bölü 2 var. Burada məsəl üçün k-nı yeni 1 yazsam, 4 dənə pi bölü 2 var mı? Burada k-nı yerinə 1 yazsam, 5 dənə pi bölü 2 var mı? Qısacası hamısı pi bölü 2'nin misilləridir. Düzdürmü? Deməli, bunların üçünü birləşdirib, deyirəm ki, hamısı bir yerdə pi bölü 2'nin misilləridir. Bax, məsəl üçün, bura 1 yazanda 5 dənə pi bölü 2 eləmir. Burada 5 dənə, burada da 5 yazacağım, 5 dənə pi bölü 2 eləyir. Bura 1 yazanda 3 dənə pi bölü 2 eləmir. Mən də 3 yazacağım, o cavabı almaq. Bura 1 yazanda 4 dənə eləyir, mən də 4 yazacağım, o cavabı almaq. Yadda qalar mı? Test çözürək. Yox, sadəcə durur. Yazaq. Yetinlaşdırın öyrənə. Gəl. Sağ olan. Gel o üstünə. 81 dənəmi? 81'ini ara. Birinci üçü çıxardıq çölə. Temur. Üçü çıxar Temur çölə. KGS 2x 2KGS x Üstə gələnə. 5'te 3. 1. Bax, bunu buna vuranda bu eləyər. Bunu buna vuranda bu eləyər. Bunu buna vuranda 3 eləyər. Üstə nə gəlin 5 eləsin? Kvadrat yığışdırın. KGS x 1. Nə olar sonra? Nə yazıram deyin görək? KGS x 1'in matematik var. Əla. Üstə gələk. Əla. Yaxşı. Ən kiçik qiymət alar deyir arşalar. Ən kiçik qiymət alar. Sizdən? Tələsməyin. Kvadratın aldığı ən kiçik qiymət nədir? Yaxşı. Bax, onda ifadənin ən kiçik qiymətini tap desəydi, cavab bu olardı. Amma bizdən o istəmir. Olmazdı, 2 olardı. Tələsmə. 2 oldu. Olardı, amma onu istəmir. Deyir, x-in hansı qiymətində o 0 alacaq, bax, onu istəyir. Yəni, bu ifadə deyir, nə vaxt 0-a bərabər olacaq? Nə vaxt? KGS 1 oldu. Tangens x bərabərdir, 1'ə. X bərabərdir. Tangens 1'i nə dağılır? 5 dağılır. 2 bölü 4. Üstə gələk. 2. Tamam. Tamam. De. Yazaq. Cavab olan. 81 bir dənə keçənlər. Aha. Bax, kvadrat yaratmağa çalışdım. Ona görə 3'ü çölə çıxartma. 3'ü çölə çıxardanda, bax, bunu vurdun, ödərdi. Bunu vurdun, ödərdi. Bunu vurdun, ödərdi. Düzdür. Üstə nə gəlmiş ki, 5'lərsi 2'də. Kvadratı yığışdırdım. Kvadratın aldığı ən kiçik qiymət 0'dır deyə 0 yazdım. Sonra cavab 2. Mənə desəydi ki, ifadənin ən kiçik qiymətini tap, çox sağ ol. Mesajdan oxuyursan. Kvadratın aldığı ən kiçik qiymət nə idi? 0. 0 yazsaydım ki, alardım. İfadənin ən kiçik qiymətini tap desəydim. Amma onu istəmir. Deyir ki, bu ifadə nə vaxt bu qabalaca qiymət alır? Mən də deyirəm, bu 0 olanda. Bu nə vaxt 0 olur? 1 olanda. Biz buna toplumun birinci hissəsində çoxəlli qruplara ayrılmasında zadda da danışmışıq. Salonda buradasın. Maraqlı deyim. Ged o birisine. Tez elə. Qulaq az. Yenə argumenti köçürəm tapdıq. Argument nədir? Argumentin 3'də 2 pi 2 bərabər. Sinə 0 nə qalır?
Pikada. Sinus 0 alır pikada. Düz değil mi? Hala. Yaxşı. Her taraf gördüm nene. Bunda tersine yazıram burada. Hala. Neçə natural kökünü, tənin ən kiçik natural kökünü. K'nın yerinə ən kiçik ne yazdım ki, cavab natural olsun? K hara daxildir? Z kimdir? Tam. Bura ən balaca tam müsbət ne yazdım ki, natural olsa? K'ya 2 yazsam, 2 yazsam, x'ini alacağım. Çatır? Cavab yok, 2'dir. Cavabı düşdü. Mən nənə x'in cavabını istəyir, K'nı istəmir ki. Musa yazar. Şey yazı göre 91 var, elə? Qulaqsa. Elman əzbərlədiyin istirarı, bundan sonra cevap qaydan yazırsın ha. Bundan sonra qayda təfsir edəcəyik. Yəni, yekunlaşdıraq bunu da. Bax, gedək hesablamağa. Nə deyir arzular? Uyğunluğu müəyyən nədir? Hə, nə var? Silə bilərəm solu. Açınam. Solu silim şoğa. Baxaq. Bax, müsbətdir tangiz aşımına bax. F tapşını yazdım qrupa. Trigonometriya başdan ayağa yazdım. 1-dən 94'dür. Qulaqsa, tangens, müsbətdir. Bu üçüncülükdür, elə? Bu ola bilər. Hamısının qiymətini yazaq, yoxsa nətər eləyək, deyin görüm. Nətər? Zübnə, müsbət mənfi ilə. Yaxşı. Müsbət mənfi ilə yəqin ki, tapacaq. Nətər? Başqa işlərimiz yox. Bu üçüncülükdür mən müsbət eləmi? Ona görə nə bəndir? Sonra. 2'ye nə? Niyə? Yox, ikincülükdən müsbətdir. Yerə gedir 2'ye. Hansı lübdəsən? Birinci, ikinci lübdə eləmi? Yaxşı. Üçüncüyə nə deyirsiniz bə? Bəli. Tamam. Çox sağ olun. Hər gün var, yalan danışır. Yalan danışır. Yalan danışır. Hər gün var. Yalan danışır. Allah'a and olsun yalan danışır. Yaxşı, mən özümdən danışacağım indi. Dərs keçib, zəng eləyəcəm sizə. Sən nə jüliksən hə? Sən nə jüliksən hə? Dərsdən sonra getmə, qaldır dərsçə. Yaxşı, sən nətər yalansın hə? Üçü deyin görüm nə olacaq aşkılar? Nə olacaq? 3 dənə olacaq. Nə olacaq? Deyin görüm. Buyur. Dördüncülükdə müsbətdirlərmi? Qəşək. Başqa uyğun gələn variant yoxdur? Buyur, heç birinə gəlir, buyur. Hə, bu gəlmədi. Birincülük. Aslında ikinci Həli yoxdur deyir. Yox, yalan deyir. Qutardıq. Sonra ged o birisinə. Daha qutardıq, eləmi?